Salam dəyərli kanal izləyiciləri. Mən Tural müəllim. Bu günləri 2026 2-ci cəhd magistratura məntiqdən düşən tələbələrin əksəriyyətini çətinlik çəkdiyi sualı izahlayacağım. Videoya başlamamışdan əvvəl davamlı videolar üçün YouTube kanalıma abunə olmağı unutmayın. İndi gəlin şərhlə tanış olaq. Deyir ki, verilmiş şəkil xətti üzrə qatlanmada üst-üstə düşən rəngsiz xanalar rənglənmir. Baxın, yazmışam. Üst-üstə düşən rəngsiz, yəni ağ xanalardır. Ağla ağın cəmi, yəni ağ verir. Rəngli xanalar rəngsizləşir. Yəni ağla rəngli xanalar rəngsizləşir. Yəni qara ilə qara ağ rəng verir. Bu xanalardan biri rəngsiz, digəri rəngli olanda biri rəngsiz, digəri rəngli olarsa, deməli, deyir ki, rəngsiz xanalar rəngli olur. Yəni ağla qara rəng qara verir. Belə yadda saxlayaq ki, rənglər eyni olanda ağ olur, müxtəlif olanda qara olur. Və sonra deyir ki, burada şərtdə şəkil əvvəlcə birinci düz xətt üzrə qatlanıb açılır, ardınca ikinci düz xətt üzrə, sonra üçüncü düz xətt üzrə qatlanıb açıldıqdan sonra rənglənmiş xanaların sayını müəyyən edilir. Birinci düz xəttimizin sərhəddi buradır, belibdir və bunun sərhəddi bax belə olur. Qatlanma olanda üst-üstə düşəndə bax belə olur da, bundan bunu götürülür. İndi qara ilə qara ağ rəng verir. Ona görə buranı ağardıram. Qara ilə qara ağ rəng verir. Ondan sonra ağla ağ verdiyi üçün bura əldə edirəm. Ağla qara rəng verdiyi üçün buranı qaraldıram. Ağla qara verdiyi üçün buranı qaraldıram. Qara ilə qara ağ verdiyi üçün buranı ağardıram. Ağla ağ verdiyi üçün buranı əldə edirəm. Bax, birinci sərhəddimiz burada tutarlardır. Bax, belə gedir, üstə düşür. İkincinin sərhəddi buradan verilibdir. Artıq bax, burada belə olur ikincidə. Burayla buranı götürəcək bir. Burayla buranı, buradan da buranı. İndi bir gedək. Ağla ağ rəng, hansı rəng verir? Salam. İndi gəlin baxaq, məsələn, ağla ağ rəng hansı rəng verir? Ağla ağ rəng verdiyi üçün bura əldə edirik. Sonra ağla ağ, qara ilə ağ, qara verdiyi üçün buranı qaraldırır. Ardınca bura baxırıq. Ağla qara verir, bura qaralır. Ağla qara verir, bura qaralır. Ağla ağ isə olduğu kimi qalır. Sonra bura baxırıq. Qara ilə ağ hansı rəng verir? Qara ilə ağ qara verir, bura qaralır. Qara ilə ağ qara verir, bura qaralır. Ağla ağ olduğu kimi qalır. Sonra bura baxırıq. Qara ilə ağ qara verir. Qara ilə ağ qara verir. Ağla qara yenə qara verir, bura qaralır. Ağla ağ verir, ağ verir olduğu kimi qalır, qara ilə ağ qara verir. Ağla qara verir, ağla qara verir, ağla ağ olduğu kimi qalır. İndi keçirik, daha sonra üçüncü düz xətt üzrə qatlanıb açılır. Üçüncü düz xəttimiz buradır. Buranı da üst-üstə qoyanda, bax bunlar üst-üstə düşməlidir. İndi belə baxacaq, bundan buna, bir baxacaq. Baxırıq, məsələn, bura. Ağla qara hansı rəng verir? Qara. Bura qaralır. Qara ilə ağ qara verir, bura qaralır. Qara ilə qara ağ verir. Artıq buraları ağardırır. Sonra keçirik bura. Ağla qara verir, buranı qaraldırır. Ağla qara verir, buranı qaraldırır. Qara ilə qara ağ verdiyi üçün buranı ağardırır. Ağla qara verdiyi üçün buranı qaraldırır. Yenə ağla qara verir. Ağla qara verir. Ondan sonra ağla qara yenə də qara verir. Buranı qaraldırır. Qara ilə ağ qara verir. Buranı qaraldırır. Ağla qara verir. Ağla qara verir. Buranı qaraldırır. Ağla qara verir. Qara ilə ağ qara verir. Qara ilə qara ağ verir. Buranı ağardırır. Ağla qara verir, buranı qaraldırır. Ağla qara verir, buranı qaraldırır. Və qara ilə qara isə deməli ağ verir. Ona görə buranı ağartmış olur. İndi bizdən sonra rənglənmiş xanaların sayını istəyir. Gəlin sayaq. Fikir versəz, burada cəmi 8 dənə ağ var, qalanı rənglidir də. 36 dənə kvadrat yoxdur ümumi, 6-nı 6-ya. 36 kvadratdır da. Bir saymamaq istəsəz, 36-dan 8 çıxarıb, çünki 8 dənəsi ağdır, 28-i qaradır. Belə ki, düzgün cavab 7. Yəni, istəsəz bir-birdə sayar, 28 olacaq. 1, 2, 3, 4,
5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 23, 24, 25, 26, bitirsiniz. Belə ki, testimiz düzgün cavabı Y variantı. Gəldik videomuzdan sonra inşallah növbəti izahatlarda görüşərik. Diqqətiniz üçün təşəkkür ederim.